Kəlmə-kəlməyə layihəsinin iştirakçısı tanınmış meyxana ustadı Vüqar Qoblu xəstəxanaya yerləşdirilib. Manşet Musavat.com-a istinadən xəbər verir ki, meyxanaçının səhhətində qəfil problem yaranıb, o təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hazırda meyxanaçı həkimlərin nəzarəti altındadır. Onun səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. Yaxınlarının bildirdiyinə görə Vüqar Qoblunun müalicəsi davam etdirilir. Qeyd edək ki, bir müddət öncə Vüqar Qoblu yarışmada qalib gələrsə evlənəcəyini bildirmişdi. Maddiyyat evlilikdə böyük rol oynayır. Pul qazansam birinci özümə toy edəcəyəm. Subay qalmaq günahdır. Ailə qurub toy edərdim. Qalan pula da maşın alardım.